TEM 2025 test toplusundan çoxalma ontogenezlə bağlı 124-cü məsələni izah edirəm. Göyərçinin yumurtalığın yerləşmə zonasına daxil olmuş hüceyrələrin sayı 30 verilib. Əmələ gəlmiş qametlərdəki X cinsiyyət xromosomlarının sayı cəmi 5-dir və əmələ gəlmiş bütün yönəlci cisimciklərdəki Y cinsiyyət xromosomlarının sayını soruşur. Əvvəlcə bilməliyik ki, göyərçinin yumurtalığın yerləşmə zonasına daxil olan hüceyrədən biri daxil olduğu zaman 4 dənə hüceyrə yaranır. Bu 4 dənədən biri qamet olur, 3 dənəsi isə yönəlci cisimcik olur. Yəni, əgər göyərçinin yumurtalığın yerləşmə zonasına 30 hüceyrə daxil olubsa, sonda əmələ gələcək 120 hüceyrə. Niyə 120 hüceyrə? Çünki biri daxil olanda 4 əmələ gəlirsə, 30'u daxil olanda 30 vur 4, yəni 120. Bu 120 dənədən 60 dənəsi X cinsi xromosomunu daşıyan hüceyrə olacaq. 60 dənəsi isə Y cinsi xromosomunu daşıyan hüceyrə olacaq. Diqqət edin, hüceyrə deyirəm. Hələ ki, nə yönəlci cisim, nə də qametdən danışmıram. İndi bu 120 dənə hüceyrənin içərisində həmişə biz nə dedik? Dedik, başlanğıc hüceyrə sayı nə qədərdirsə, yaranan qamet sayı da o qədərdir. Əgər 30 dənə başlanğıc hüceyrə varsa, deməli sonda 30 dənə də qamet əmələ gələcək. Bu 30 dənə qametin bizə 5 dənəsini X verir. Deməli, yerdə qalan 25 dənəsi Y cinsi xromosomu daşıyır. Ümumi yaranmış 60 dənə Y cinsi xromosom daşıyan hüceyrədən 25-i qametdirsə, deməli 60 çıxılsın 25, yerdə qalacaq neçəsi? 35-i Y yönəlci cisim olmuşdur.